Səhər açılandan Nərimanov filialında bu Mercedes-lə məşğuluq. Avtomobil qeyri-müntəzəmliklə gəlib, bir neçə yerdə baxılıb, farsunka, o, bu. Axırda bizə bir tanış ustamız var, o göndərdi ki, farsunkada problem var. Yəni, diagnostikada həqiqətən farsunkanı göstərir. Neçə dəfə stend elədik, farsunkalar da piezot deyə xətanı dəyişir. Ona keçir, buna keçir. Axırda səbəb, saat neçədir? Saat 4. Səhərdən indi saat 4 gəldik, çıxdıq. Sən demə səbəb şamlar, sveçə. Problem nədir? BMW-lərdə olur bu problem, bir də Mercedes-lərdə olur. Bunların şamlarını boşu-boşuna açmaq olmaz ki, o ay bir açım, yoxluyum, görün vəziyyət necədir. Bunların bu şaybaları mikrona hesablanıb. Bunlar bir dəfə dinamometrlə bağlanır. Ondan sonra açdın, bağladın, yer dəyişmə oldu və xətaları tapa bilmirsən. 1-ə atır, 3-ə verir, 4-ə verir və yenə də deyirəm, nəticə bu. Yəni, avtomobilimiz normal işləyirsə, boşu-boşuna ay usta, aç, baxaq, görək, şamlar nətərdir, belə şey elətdirməyin. Təşəkkürlər.